özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taala inşallah bizlərə təqva nəsib etsin və necə ki, Quran-ı Kərimdə Allah Taala buyurur ki, sizin təqvanız Allaha çatır. Quran-ı Kərimin Həcc surəsində Allah Taala buyurur ki, Lən yənəlullahu luhumuha və la dimauha. Allah Taala buyurur ki, düzdür, qurban kesirsiniz, Allah Taala kəsdiyiniz qurbanları qəbul eləsin. Amma sizin kəsdiyiniz qurbanlarla yanaşı, gərək təqvavuz olsun. Allaha sizin təqvavuz çatır. Kəsdiyiniz heyvanların əti, qanı Allaha yox, və ləkin yənəluhu təqvə minkum. Sizin təqvavuz Allaha çatır. Allah Taala insanlara təqvalı olmağı Quran-ı Kərimin bir neçə ayəsində buyurur və o cümlədən təqvalı olan insanların xüsusiyyətlərindəndir ki, əllərində olanları digər insanlarla paylaşırlar. Əllərində olanları digər insanlarla paylaşırlar. Baxsaq, Peyğəmbərimizin zamanında ya Peyğəmbərimizdən əvvəlki dönəmlərdə Həzrəti İbrahim Peyğəmbərin zamanında İbrahim əleyhissalam barəsində Quran-ı Kərimdə Allah Taala buyurur ki, İbrahim çox qonaqpərvər bir insan idi. Rəvayətlərdə var ki, İbrahim əleyhissalam çörək yeyəndə tək çörək yeməzdi. Yediyi çörəyi digər insanlarla paylaşardı, bölüşərdi. Və Peyğəmbərimizin həyatına diqqət etdiyimiz zaman Həzrəti Peyğəmbər də bu xüsusiyyətə malik bir insandır. Peyğəmbər də əlində olanları digər insanlarla paylaşır, digər insanlarla bölüşür. Və Həzrəti Peyğəmbərin göstərdiyi səxavətin nümunələrindəndir ki, Həzrəti Peyğəmbərə əgər bir şey verirdilərsə, Peyğəmbər özündən daha ehtiyaclı görürdüsə, həmin o hədiyyəni həmin şəxslərlə paylaşırdı, bölüşürdü. İmam Əli barəsində rəvayətlərdə qeyd olunur ki, Həzrəti İmam Əli əleyhissalam əlində olanları digər insanlarla bölüşürdü və o cümlədən İmam Əlinin xüsusiyyətlərindən idi ki, qapılarına onların azuqə qoyurdu və onlar o həmin azuqədən istifadə etsinlər. Əhl-i Beytin xüsusiyyətlərindən biri bu idi ki, öz əlində olanları digər insanlarla paylaşırdılar. Və həmçinin bizim İslam dinimiz insanlarla əlində olanları paylaşmağı tövsiyə edir. Bəzi ayələr hətta bizə vacib buyurur ki, onlarda kasıbların haqqı var. Kasıbların haqqını onların özünə çatdırın. Və bəzi yerlərdə Allah Taala buyurur ki, bəzi yaxşılıqlar elə bir xüsusiyyətə malikdir ki, etdikcə digər insanlar tərəfindən çoxalır. Digər insanlar tərəfindən daha da sövq olur. Və həmçinin bu olduğumuz Qurban Bayramının xüsusiyyətlərindəndir ki, insanlar əllərində olan nemətlərlə digər insanlarla paylaşırlar. Qurban Bayramının ədəbindən, kəsilmə qaydalarından biz Qurban Bayramının xütbəsində danışdıq. Dedik ki, 3 hissəyə bölünür və o həmin hissədən bir hissəsi kasıblara, ehtiyaclı, fəqir insanların haqqıdır, onların payıdır. Və o cümlədən qeyd etmək istəyirəm ki, Peyğəmbərin zamanında Həzrəti Peyğəmbər bir heyvan kesməyi tapşırır. Tapşırır ki, bütün ətini paylayın. Peyğəmbər buyurur, bütün ətini paylayın. Hətta rəvayət edirlər ki, Peyğəmbərə deyirlər ki, Peyğəmbər, bizə heç nə qalmadı buradan. Bir heyvanın başı və ayaqları qaldı. Peyğəmbər buyurur ki, siz səhv deyirsiniz. Bizə payladıqlarımız qaldı. Bizə payladıqlarımız qaldı. Həzrəti Peyğəmbər bu cür buyururdu və o cümlədən Həzrəti Peyğəmbərin həyatına diqqət etdiyimiz zaman Peyğəmbərimiz sallallahu əleyhi və alihi və səlləm insanlara da bunu tövsiyə edirdi. Bunu tövsiyə edirdi ki, məsələn, Məkkədən Mədinə şəhərinə gələn müsəlmanlar özləri ilə heç bir şey götürə bilməmişdilər və onlara mühacir deyirdilər. Mühacir deyirdilər, yəni özləri ilə hicrət edənlər, özləri ilə heç bir şey getirə bilməyənlər. Mədinə şəhərinin cəmaatına ənsar deyirdilər.
Ənsar yəni kömək edənlər, yardım edənlər. Ənsar cəmaatı bu cür idi. Peyğəmbərimiz onlara tövsiyə elədi. Dedi, hər kimin 2 dənə libası varsa, müsəlman qardaşı ilə paylaşsın. Kim nə cür kömək edə bilirsə, onlara yardım etsin. Çünki Məkkə şəhərindən gələn müsəlmanlar özləri ilə birlikdə heç bir şey götürə bilməmişdilər. Arab sıra biz öz xütbələrimizdə işarə etmişik. Əbu Əyyub Ənsaridən danışmışıq. Əbu Əyyub Ənsari o dövrün çox səxavətli və imanlı şəxslərindən idi. Həzrəti Peyğəmbər onun evində də müsafir olub, qonaq olub, Peyğəmbərin evi tikilənə qədər və daha sonra qeyd eləyirlər ki, Əbu Əyyub Ənsari Peyğəmbərimizin bu tapşırığını üstün tutaraq Mədinə şəhərinin qapısında durur ki, soruşurlar, ey Əbu Əyyub, nə üçün burada durmusan? Əbu Əyyub Ənsari deyir ki, bəlkə Məkkədən yubanan şəxs olar, gecikən şəxs olar, birdən bizim şəhərə gələr, heç yerdə qala bilməz və köməksiz, yardımsız olar. Burada dayanmışam ki, oradan gələnləri kömək edim, yardım edim. Peyğəmbər zamanında bu cür səhabələr var idi. Əllərində olanları digər insanlarla paylaşırdılar, əllərində olanları digər insanlarla bölüşürdülər və Həzrəti Peyğəmbərin bu həmin qoyduğu sünnəni Peyğəmbərdən sonra da yaşadan imamlarımız idi. İmamların dövrünə biz diqqət etsək, görərik ki, imamların zamanında da biz keçən məclisdə Həzrəti İmam Muhammed Baqir əleyhissalamın həyatından danışdıq. İmam Muhammed Baqir əleyhissalam öz dövründə elmi ilə seçilməsinə baxmayaraq, imamları bu cür tanıyırdılar ki, Peyğəmbər ailəsinin kərimidirlər. Peyğəmbər ailəsinin ən səxavətli insanlarıdırlar və Həzrəti Peyğəmbərin canişinləri, imamların qapılarına gedən şəxslər heç vaxt əliboş geri qaytarmırdılar. O cümlədən qeyd etmək istəyirəm ki, bax, həmin bu Qurban bayramında da Allah Teala fəqir insanlar üçün xüsusi pay ayırıb və ara sıra namaz qılanlar və digər insanlar bu sualı verirlər ki, bizim qurban kəsməyə imkanımız yoxdur. Belə bir sual verirlər. Amma müəyyən məbləğdə kasıb, ehtiyaclı, tanıdığımız ailələrə maddi yardım göstərə bilərik. Əlbəttə ki, o həmin qurban bayramında o insanlar da evlərində bayram süfrəsi hazırlamaq üçün bu köməkliyi etmək olar və inşallah ki, Allah Teala edilən bütün xeyir əməlləri, bütün həsənatı qəbul etsin və inşallah ki, biz bunu bilək ki, etdiyimiz hər bir xeyir əməl bizim axirətimiz üçün azuqədir, bizim axirətimiz üçün bir azuqədir və necə ki, Quran-ı Kərimdə Allah Teala buyurur ki, فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ Hər kəs zərrə qədər xeyir iş görsə, xeyir əməl etsə, onun savabını görəcək və Allah Teala bütün xeyir əməlləri qəbul etsin. Allah Teala'dan duamız budur ki, inşallah bu günlər hörmətinə, inşallah Allah Teala gələn günlərimizi xeyirli, bərəkətli qərar versin. Allah Teala'nı and veririk öz böyüklüyünə, bizi bəndəlikdən kənar etməsin. Allah Teala inşallah qəlbimizi Quran nuru ilə, iman nuru ilə, Peyğəmbər və Ali Peyğəmbər sevgisi nuru ilə münəvvər etsin. Allah Teala keçmiş günahlarımızı əfv edib, gələn günahlardan bizləri hifz etsin. Allah Teala cümləmizin aqibətini xeyirli etsin. Allah Teala dünyamızı salamat etsin. Allah Teala vətənimizi, torpağımızı qoruyanları öz nuru ilə hifz etsin. Allah Teala xalqımızın mənafiyi üçün çalışanları mənsur etsin. Allah Teala bizim ölkəmizdə, dünyanın hər bir yerində sülh və əmin-amanlıq bərqərar etsin. Allah Teala haqsız yerə, günahsız insanları qətlə yetirənləri layiqli cəzalarına çatdırsın. Allah Teala zəmanəmizin imamının zuhuru üçün bizi hazır olanlardan qərar versin. Allah Teala salih əməllərimizi İmam Zaman əleyhissalamın zuhuru üçün zəmin qərar versin.
Allah Taala qazilərimizə və bütün xəstələrə tezliklə şəfa inayət etsin. Allah Taala şəhidlərimizə və dünyadan köçən bütün müsəlmanlara rəhmət etsin. Allah Taala bütün dünyada olan müsəlmanları salamat etsin. Allah Taala müharibə gedən müsəlman torpaqlarında sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala məzlum müsəlman xalqlarına güc və qüdrət inayət etsin. Allah Taaladan duamız budur, qəlbimizdən keçən dünya və axirət barəsində olan bütün duaları bizim və bütün müsəlmanların xeyir və mənfəəti barəsində olan duaları dərəcəyə qəbul yetirsin inşallah.